birləşmələrinin cümlələr rolu və yaxud söz birləşmələrinin sintaktik vəzifəsi barəsində danışaq. Demək, söz birləşməsi nədir? Söz birləşməsi bildiyimiz kimi iki və daha artıq sözlərin, yəni leksik məzmununa malik olan sözlərin əlaqələnərək söz birləşməsinin yaratmasını ifadə edir. Söz birləşmələri iki yerə bölünür: ismi birləşmələr, fe'l birləşmələr. Bunları ayırt etmək üçün bilirik ki, biz sözlərin əsas tərəfinə fikir verməliyik, yəni birləşmələrin ikinci tərəfinə, əsas tərəfinə fikir verməliyik. Burada təsriflənməyən fe'llərlə ifadə olunan birləşmələr fe'li birləşmələrdir, yəni burada əsas tərəflər fe'li sifət, fe'li bağlanan məsələdən ibarət olan birləşmələrdən söhbət gedir. İsmi birləşmələrdən isə əsas tərəfi adlardan ibarət olan birləşmələrdən söhbət gedir. Yəni, kitab oxumaq. Kitab oxumaq burada təbii ki, fe'li birləşmədir, çünki oxumaq məsələdən ibarətdir. Amma kitab oxumaq həvəsi, burada həvəs isim olduğuna görə birləşmə ismi birləşmə adlanır. İsmi birləşmələrin əvvəlki dərsliklərdə üç növü qeyd olunmuşdur. Birinci növ təyin söz birləşmələri, ikinci növ təyin söz birləşmələri, üçüncü növ təyin söz birləşmələri. Bunlar haqqında da qısa xatırlama edək. Birinci növ ismi birləşmələri heç bir bağlılıq olmadan iki sözün yaranması ilə, yanaşma əlaqəsi ilə yaranan birləşmələrdir. Məsələn, geniş otaq. İkinci növ təyin söz birləşmələri yəri halının qeyri-müəyyənliyi ilə yaranan birləşmələrdir. Xəzər dənizi, bağ evi. Üçüncü növ təyin söz birləşmələri isə yəri halının müəyyənliyi ilə yaranan birləşmələrdir ki, uşağın səsi, ananın laylası kimi birləşmələrdir. Təbii ki, ikinci növ təyin söz birləşmələrinin bəziləri üçüncü növə də çevrilə bilir. İsmi birləşmələrinin qeyri təyini birləşmələr adlanan bir növü də vardır ki, bunlar da vətənə sevgi, dövlətə vergi kimi birləşmələr, ürəkdə sevgi kimi nümunələrlə qeyri-təyini birləşmələr adlanır. İndi biz bildiyimiz kimi sözlər cümlədə müəyyən rola girdiyi halda, sintaktik vəzifə daşıdığı halda söz birləşmələri də cümlədə müəyyən cümlə üzvləri vəzifəsində çıxış verilir. Baxıq, yazdığımız bu nümunələr əsasında fikrimizi əsaslandıraq. Anamın səsi məni duyğulandırdı. Nə məni duyğulandırdı? Anamın səsi. İsmi birləşmədir. İsmi birləşmə burada mübtəda vəzifəsində, üçüncü şəxsin təkində işlənmişdir. İkinci cümlədə məni duyğulandıran anamın səsidir. Yenə də anamın səsi söz birləşməsidir, ismi birləşmədir, cümlədə xəbər vəzifəsində iştirak etmişdir. Eyni zamanda da ismi xəbəri yaratmışdır. Səhnədə oxuyanda anamın səsini eşitdim. Nə etdim, eşitdim. Nəyi eşitdim, anamın səsini eşitdim. Tamamlıqda özdə vasitəsiz tamamlıqdır. Və haçan eşitdim səhnədə oxuyanda. Səhnədə oxuyanda yenə də söz birləşməsidir. Yaxın burada zaman zərfliyi vəzifəsində fe'li bağlama ilə yaranan, əsas tərəfi fe'li bağlama olmaqla fe'li birləşməni bizə anladır. Növbəti cümləyə baxırıq. Bağın sağ tərəfində çay kolları əkilmişdir. Nə etmişdir? Əkilmişdir. Fe'li xəbərdir. Nə əkilmişdir? Çay kolları əkilmişdir. Çay kolları görürük ki, ismi birləşmədir. Amma cümlədə mübtəda vəzifəsində işlənmişdir. Harada? Bağın sağ tərəfində, yenə də bağın sağ tərəfində mürəkkəb ismi birləşmədir. Çünki üç müstəqil sözdən ibarətdir. Cümlədə yer zərfliyi vəzifəsində çıxış etmişdir. Leylanın bacısı Kəmalə qalib oldu. Nə oldu? Qalib oldu. Kim Kəmalə qalib oldu? Hansı Kəmalə? Leylanın bacısı. Leylanın bacısı da ismi birləşmədir, lakin cümlədə təyin vəzifəsində çıxış etmişdir. Deməli, bu nümunələr əsasında biz təsdiqləyə bilərik ki, söz birləşmələrinin də cümlədə rolu vardır və hətta söz birləşmələri, ismi birləşmələr bütün cümlə üzvləri vəzifəsində iştirak edə bildik və digər nümunələrdə də biz bu nümunələr əsasında fe'li birləşmələri də cümlədə işlədə bilərik. Məsələn, oxumaq arzusu. Oxumaq arzusu ismi birləşmədir. Mən kitab oxuyanda xoşbəxt oluram. Haçan xoşbəxt oluram? Kitab oxuyanda. Burada fe'li birləşmədir, yenə də zaman zərfliyi vəzifəsində işlənmişdir.